Bu il magistratura pilləsində qəbulda diqqət çəkən göstəricilər qeydə alınıb. 17.658 plan yerindən 3.813-ü boş qalıb. Digər tərəfdən 75 və daha yüksək bal toplayanların sayı son 2 ildə təxminən 46% azalıb. Bütün bunlara baxmayaraq magistr təhsilini karyera üçün vacib hesab edənlər də az deyil. Bakı Slavyan Universitetinin 4-cü kurs tələbəsi Zəhra Məmmədova da təhsilini magistratura pilləsində davam etdirmək istəyənlərdəndir. Bakı Slavyan Universitetinin 4-cü kurs tələbəsiyəm. Hələ ki magistraturaya hazırlaşmaya başlamamışam. Bir müddət sonra başlayacağam. Magistratura ixtisasımın daha da üstünlüklərini öyrənməyimdə, digər insanlarda fərqlənməyimdə daha çox mənim üçün üstünlük təşkil edir. 4 il ərzində heç işləmədim. Sadəcə könüllülük proqramlarında praktiki etmək üçün çalışdım. İşləmək üçün daha çox magistraturanı bitirməyi, ilk əvvəl universiteti bitirib, daha sonra magistraturanı bitirdikdən sonra işləməyi fikirləşirəm. Ekspertlərin fikrincə, əsas problem imtahanın strukturu və magistr təhsilinə marağın azalması ilə bağlıdır. Magistraturaya, ali təhsil magistratura səviyyəsinə müraciət edən bir tələbədən imtahanın 50%-ni, yəni məntiqdə 50 sual veririk ona. Amma bu məncə ədalətli deyil. Çünki səbəbi var. Biz nə ümumi təhsil məktəblərində, nə də ali təhsil müəssisələrində həmin gənclərimizə məntiq üzrə yəni dərin bilikləri aşılaya bilmirik. Yəni bununla bağlı ayrıca bir fənn yoxdur. İkinci məsələ magistratura təhsilinin cəlbediciliyi məsələsidir ki, tələbə görür ki, bakalavr bitirən bir şəxslə mən əgər magistratura təhsilini bitirsəm, əmək bazarında mənlə həmin şəxs arasında heç bir fərq yoxdur. İşə götürənlər də hesab edir ki, əmək bazarında magistratura diplomu hər vəzifə üçün əsas tələb deyil. İşə götürənlər daha çox namizədin bilik və bacarıqlarına, onları praktikada tətbiq edə bilməsinə önəm verirlər. İşə götürənlər işçi axtararkən vəzifənin tələblərinə uyğun olaraq ali təhsilli, yəni nəyi bilməsi və onu işə necə tətbiq etdiyinə daha çox önəm verirlər, nəinki onun magistratura təhsili olmasına. Magistratura təhsili əsasən akademik sahələrdə çalışmaq istəyənlər, tədqiqat işlərlə məşğul olmaq istəyənlər və yaxud da müəyyən dövlət qurumlarında spesifik vəzifələrdə və yaxud da dövlət sektorlarında, ali vəzifələrdə, dövlət ekspertləri və s. kimi fəaliyyət göstərən şəxslərdə ali təhsillə yanaşı, yəni bakalavr təhsillə yanaşı magistr təhsilində olması zəruridir. Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən də bildirirlər ki, magistraturaya qəbul imtahanında məntiqi təfəkkürü yoxlayan suallar namizədin hər hansı xüsusi elmi biliyini deyil, düşünmə və analiz qabiliyyətini ölçür. Yəni, sualları cavablandırmaq üçün həmin fənlərin ali təhsil müəssisəsində tədris olunması və ya xüsusi hazırlıq keçilməsi mütləq şərt deyil. Magistraturaya qəbul imtahanında istifadə olunan məntiqi təfəkkürü müəyyən edən test tapşırıqlarının məzmununa nəzər salsanız, görmək olar ki, bu tapşırıqların fəlsəfə, məntiq kimi fənlərlə əlaqəsi yoxdur və hər hansı elmi nəzəri məlumatları ehtiva etmir. İstənilən şəxs ali təhsil müəssisəsində onlara bu və ya bənzər fənlərin tədris olunub-olunmamasından asılı olmayaraq həmin sualları cavablandıra bilər. Bunun üçün qeyri-adi, mütləq şəkildə kimsə tərəfindən öyrədilən xüsusi bilik və səriştə tələb olunmur. Dövlət İmtahan Mərkəzindən o da bildirilib ki, boş qalan yerlər üzrə yenidən müsabiqə keçiriləcək. Nəzrin Müşfiq qızı, Zənişan Məmmədova, Səfər Nəzirov, İTV Xəbər.